Balakən rayonunda 2 mərtəbəli ev satışa çıxarılır. Asfetol yanacaq doldurma məntəqəsindən təxminən 50-100 metrə yaxınlıqda yerləşir. Həyətində su hövzəsi kubik daşdan tikilmiş. Altı səhət torpağı var. Həyətinə aid ayaq yolusu. Evdə yaşayış yoxdur. Pəncərələr dəmir reşutkalıdır. Yan tərəfdən də evə giriş, çıxış qapıları qoyulmuşdur. Girəcəyində dəmir seyfli qapıdır. Torpaq səviyyəsindən hündürdə tikilib. Birinci mərtəbəsi. Möhkəm şəkildə tikilmiş yerdir. Gördüyümüz kimi beton kəmərlər gedilmiş. Kubik daşdan tumbalar. Pərdələr yerində qoyulmuş. Sol tərəfdən qaraj qapıları qoyulmuşdur. Qeyd etdiyim kimi asfetol yanacaq doldurma məntəqəsinə yaxın yerdə yerləşir. Yan tərəfdən çölə çıxış qapısı qoyulmuş. Yeri betonlanmışdır. Qaz xətti, işıq xətti hal-hazırda işdəki haldadır. Su xətti çəkilməyib. Asfaltlı yerləri qoyulmuşdur. Radiator yerləri, belə deyim. Yeni tikildi. Yeri şam taxtadır. Radiator yerləri qoyulmuşdur. Otaqlar genişdir. Yəni ikinci mərtəbəsində yaşayış olmayıb. İkinci mərtəbəsinə aid üçüncü otağı möhkəm şəkildə tikilmiş bir evdir. Bu otaqda mətbəx kimi nəzərdə tutulmuş. İsti soyuq su xəttləri qoyulmuşdur. Qaz xəttidir. Çardağa çıxış qapağı qoyulmuşdur. Asfetol yanacaq doldurmasının tam yaxınlığıdır. Qeyd etdiyim kimi. Hamamı ayaq yolusu tam təmirlidir. Yəni evdə yaşayış olmayıb. Mərtəbə arası bu hissədə beton monolitdir. Ayaq yolusudur.
Yani hamamı ayak olsa ayrı ayrılıkta yerleşir. Trak koyduk yani kanalizasiyası işte kaldırdı. Ev küt taştan tikilip kupçaladı. Torpaq sahəsi az çoxdur. 4 otaq, bir mətbəx, hamamı və ayaq yoldan ibarətdir. Dəmir şeylərdən istifadə olunub gördüyünüz kimi. Satışa çıxarılan ev kupçaladı. Notarial qaydada algı çatq edilərək evi əldə edə bilərsiniz. Qiyməti videonun altında qeyd olunacaqdır.